Hər vaxtınız xeyir olsun. Mən Ceyhan Həsənov. Bugün də sizlərə növbəti sınavımızın izahını çəkməyə çalışacağıq. Elə isə vaxt itirməyək, dərhal keçək suallara. Birinci sual bizdə deməli 19-cu əsr tarixi ilə bağlıdır. Komendant idarə rəisliyi dövründə hərbi idarə rəisliyinə tabe idi. Ümumiyyətlə komendant idarə rəisliyi dövründə Azərbaycan əraziləri əsasən iki hissəyə bölünmüşdü. Mərkəzi Dərbənd olan hərbi idarə rəisliyinə və mərkəzi Şuşa olan Müsəlman Həyətləri rəisliyinə daxil edilmişdi. Mərkəzi hərbi idarə rəisliyinə daxil edib Bakı, Quba, Dərbənd, yəni xəritədə 4, Quba, bu ərazi və Dərbənd yuxarı hissələr daxil idi. 5 Lənkərandır, 2 Qarabağ əyalətidir, 1 isə Şəki əyalətidir, 3 isə Şamaxıdır. Məhz 4-dən başqa yerdə qalan ərazilər mərkəzi Şuşa olan Müsəlman Həyətləri rəisliyinə daxildir. Bizdən hərbi idarə rəisliyini soruşur, ona görə cavab Bakı variantıdır. Davam edək. Səfəvi dövlətin 17-ci əsrin 2-ci yarısı tarixinə aiddir. 17-ci əsrin 2-ci yarısı demək, yəni 1651-1700-cü illər deməkdir. Qəsr-Şirin sülh müqaviləsi imzalanması təbii ki, bu 1639-dur və şərt ödənmir, yanlışdır. Tiyul torpaq sahibindən istifadə olunması, bəli, bu düzgün cavabımızdır. Ümumiyyətlə, tiyul torpaq sahibinin riyazi cədvəlini mən həmişə 16-19 kimi deyirəm. Yəni, tiyul torpaq sahibindən həm 16, həm 17, həm 18, həm də 19-cu əsrdə istifadə olunub və nəzərə alsaq ki, bizdə sualdan 17-ci əsr soruşdular, bu davam etməkdə olacaq. Qoşunun toplanmasında ilk dəfə tayfa müxtəlifliyi prinsipini tətbiq edən Şah Abbasdır və Şah Abbasın hakimiyyət illərinin 1587-1629 olduğunu nəzərə alsaq, yuxarıdakı şərt ödənməz. Sənətkardan tamğa vergisinin alınması bu 1565-dən alınmırsa, bu da şərti ödəməz. İstanbul sülh müqaviləsinə bağlanması, hansı İstanbul olmasından asılı olmayaraq yuxarıda göstərilən illərə düşmür. Ona görə burada cavabımız Bakı variantıdır. Davam edək, 3-cü suala baxaq. Osmanlı hökmdarı 1-ci Bəyazidin fəaliyyəti üçün səciyyəvidir. İlk dəfə Sultan titulunu qəbul etməsi, xeyr, bu Muraddır. Niqbol döyüşündə Səlcuq qüvvənin məğlub etməsi, bəli, bu düzgün cavabdır. Ümumiyyətlə, 1-ci Bəyazidin hakimiyyət illərini 1389-1402 kimi xarakteriz eləyirlər. Niqbol döyüşdə 1396-dır. Burada çox gözəl bir məsələ var, Səlibçi qüvvələrinə qarşı mübarizə aparması. Diqqətli olaq, 1-ci Bəyazid, ümumiyyətlə Osmanlılar Səlibçilərlə mübarizə aparıblar. Amma Səlib yürüşü deyilən bir, belə deyim, tarixi hadisəyə məruz qalmayıblar. Çünki nəzərə alsaq ki, Osmanlı papalıqdan şərqə yerləşir və şərqə doğru Səlib yürüşləri 11-13-cü əsrlərdir. Bu Osmanlıya düşməyəcək. Səlibçilərlə savaş var, amma Səlib yürüşünə məruz qalmaq yoxdur. Paytaxtın Ədirnəyə köçürülməsi burada aiddir. Ankara döyüşündə iştirak Bəyaziddir, amma qalib gəlməyib, məğlub olub. Bizansın fəthini bu başa çatdırsaydı, 2-ci Mehmet Fatihə ehtiyac olmazdı. Bu da yanlışdır. Cavabımız Bakı variantıdır. 4-ə baxaq. Şimali və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi illəri tarixinə aid ümumi cəhət. Təbii ki, 1-ci Dünya müharibəsinin 1914, 28 iyul və 1918, 11 noyabrda olduğunu nəzərə alaq. Dövlət müstəqilliyinin elan edilməsi Şimali Azərbaycan üçün tamamdır. 1918-28 may və şərt ödəyir. Amma Cənubi Azərbaycanda hökuməti fikirləşdirək belə, təbii ki, Xiyabani hökuməti müstəqil hökumət deyildi. İkinci bir tərəfdən bu 1920-dir. Ona görə A variantı yararsızdır. Parlamentin fəaliyyətə başlaması heç Cənubi Azərbaycana baxmaya ehtiyac da yoxdur. Əgər nəzərə alsaq ki, parlament 1918 7 dekabrdır, məsələ aydındır. 1-ci Dünya müharibəsi bir aya yaxındır ki, bitmişdi. Ermənilər tərəfindən müsəlmanlara qarşı soyqırımın törədilməsi. Bu düzgün cavabımızdır. Çünki 1918-ci ilin martında Azərbaycanın həm şimalında, həm cənubunda qırğınlar var. Belə ki, şimalda olan qırğınlar elə aya uyğun olaraq mart soyqırımı, cənubda isə Urmi bəlası hesab olunur. Hər ikisi 18-in martında baş verib və yuxarıdakı illəri ödəyir. Milli hökumətin yaradılması Şimali Azərbaycan baxımından bəli, 1918-28 may.
Amma Cənubi Azərbaycan baxımından Xiyabani hökuməti 1920-dir ki, artıq 1-ci Dünya müharibəsi 2 ildir ki, başa çatmışdı. Bu da yanlışdır. Osmanlılara qarşı döyüşlərdə iştirak etmək üçün milli diviziyaların yaradılması. Ümumiyyətlə, Şimali Azərbaycanda 1-ci Dünya müharibəsi dövründə Azərbaycanlılardan ibarət milli diviziya yaradıldığı ifadəsi yanlışdır. Onsuz da bizim 1-ci Dünya müharibəsi dövründə yeganə tanış olduğumuz diviziya vəhşi diviziyadır ki, onun tərkibi başdan başa Azərbaycandan ibarət deyil. Onun tərkibinə daxil olan 6 alaydan yalnız biri Azərbaycanlılardır. Ona görə milli diviziyamızın yaranması deyəndə ilk dəfə 1920 götürməliyik ki, bu da 1-ci Dünya müharibəsinə düşmür. Davam edək. 5-ci suala baxaq. 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi arasındakı dövrdə baş verməmişdir. 1-ci Qarabağ müharibəsi nə vaxt bitib? 1994 12 may atəşkəsi ilə. Bəs Vətən müharibəsi və ya 2-ci Qarabağ müharibəsi nə vaxt başlayıb? 2020 27 sentyabr. Deməli, bizə lazım ki, bu aralıqda baş verməsin. Mübariz İbrahimov 2010-dur. Bu aralıqda baş verib. Tovuz döyüşləri 2020-nin iyuludur. Bu aralıqda baş verib. S. Bu aralıq deyil. Bu 1-ci Qarabağ müharibəsinin özündədir. 1994-ün əvvəlləri bu 1-ci Qarabağ müharibəsinin özündədir. Cavab S-ni götürürük. Lələtəpə 2016-nın məşhur aprel savaşlarıdır. Günlük təmiyyatı isə 2018-dir. Yəni S-dən başqa hamısı həmin aralığa düşür. Davam edeyim. Şirvanda Dərbətlər sülaləsinin hakimiyyəti dövrünə uyğun gəlmir. Dərbətlər sülaləsinin hakimiyyət illəri 1382-1538-dir. Səbəb Osmanlı müharibələrinin başa çatması, birinci mərhələsinin başa çatması 1555-dir Amasya ilə. Elə cavabımız deyəsən A-dır. Digər variantlara baxaq. Əlincə qalasının Əmir Teymur tərəfindən ələ keçirilməsi bu 1400-dür. Yuxarıdakı şərt ödənir, bizə lazımdır ödənməsin. Qaraqoyun dövləti 1410, yenə bizə lazım deyil. Əpər 1500, həmçinin. Cəlalilərin Azərbaycandakı hakimiyyətinə son qoyulması 1410, həmçinin. Bizə lazım idi ki, o illər ödənməsin və cavab A variantıdır. 7-yə baxaq. Uyğunluq pozulmuşdur. Aha. Qədim Misirdə hökmdar adlanır Firon. Olsun. Bizə səhv cavab lazımdır. Misir dövlətinin şimal sərhədlərinin ilk dəfə Fərat çayına çatdıran 1-ci Tutmosdur. Bu da düzgün cavabdır. Hitlerlə sülh müqaviləsi imzalayan 2-ci Ramzes. Bu da düzdür. Qədim Misir dövlətinin ilk paytaxtı Memfis, sonradan Fiv olmuşdur. Düzdür. İlk dəfə gizli Sərdabədə dəfn edilən 3-cü Tutmos xeyr. İlk dəfədə Sərdabədə dəfn olunan 1-ci Tutmos olubsa, 3-cü Tutmosda bu davam edəcək. Amma 1-ci Tutmosdan başlayaraq artıq piramidalar, yəni ehramlar yox, Sərdabələr olur. 8-də Rəvvada dövlətinə aid olmayan xüsusiyyət. Böyük Səlcuqdan asıla düşüb, əlbəttə. Nəzərə alsaq ki, Rəvvada dövləti 981 1065-ci illərdə mövcud olub. A olub 1054. Muğan hakiminin asıla salınması bu da olub. Paytaxtın Təbriz şəhəri əlbəttə. İlk dəfə Təbriz buranın paytaxtı olub. Ərazisində Oğuz ailələri əlbəttə. Xudafərin körpüsü isə Şəddadilərə aiddir. Davam edək. 9. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət sahəsində gördüyü tədbirlərə aid deyil. Gürcüstanla hərbi müdafiə paktı əlbəttə. 1919-un iyununda biz Ağ Qvardiyaçılar təhlükəsini hiss edən kimi Gürcüstanla hərbi müdafiə paktını imzalamışdıq. Nümayəndə heyətinin Sanremo konferansında iştirak etməsi bu da düzgün cavabdır. 1920-ci ilin yanvarında Paris Sülh konferansında qarşıya qoyulan missiyanı başa çatdıran AXC, bundan sonra 20-ci ilin fevralında London və aprelində İtaliyanın qəsəbəsi olan Sanremo'da iştirak edir. Qacala dövlətlərlə dostluq müqaviləsi imzalanması əlbəttə bu 1920-ci il 21 martdır. Sovet Rusiyası ilə geniş diplomatik əlaqələrin qurulması təəssüflər olsun ki, Sovet Rusiyası bizi özünə heç cür yaxın buraxmırdı və variantımız D-dir. İtaliya hökumətlə sazişlər bəli 1920-ci ilin əvvəllərində biz qarşılıqlı səfər etdik. Və təbii ki, İtaliyadan müəyyən kater, hərbi avadanlıqlar aldıq. Təbii ki, veriləcək neftin hesabına. 10.
Qərbi Roma imperiyasının mövcud olduğu dövrə uyğun gəlir. Biz bilirik ki, Roma 395-də iki yerə bölünür. Qərbi Roma və Şərqi Roma. Qərbi Romanın mövcud olması isə 395-dən 476-ya qədərdir. İndi baxaq görək 395-476 aralığına nə düşür? Atropatenanın Sasani tərəfindən işğal edilməsi bu 227-dir. Yuxarıdakı il şərti ödənmir. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinin başa çatması 510 şərt ödənmir. Məzdəkilərin başlanması 481 şərt ödənmir. Dizrav döyüşü 371 şərt ödənmir. İkinci Vasiyənin Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etməyə başlaması 457-460 üstün ümumiyyətlə bu azadlıq hərəkatı və həmin o yuxarıdakı şərt ödənir. Bax belə. Ona görə də burada cavab Y variantı olacaq. Davam edək. Əmir Teymurdan fərqli olaraq böyük Moğol hökmdarı Əkbər Şah bütün Hindistanı tabe etdi. Əkbər Şah böyük Moğolun güclü hökmdarlarından biri ola bilər. Amma bütün Hindistanı tabe edən Əkbər Şah deyil, onun varisləridir. Vahid qanunlar müəyyənləşdirdi. Vahid qanunların müəyyənləşdirilməsi ümumiyyətlə Teymurun özünün də qanunları var idi. Ona görə Əkbər Şahda olsa belə bu fərq ola bilməz. Cizyəni ləğv etdi. Cizyəni Əkbər Şahın ləğv etməsinə ehtiyac yox idi. Çünki ondan qabaq böyük Moğolu yaradan Babur onu ləğv etmişdi. Osmanlı dövlətinə yaxşı əlaqələr qurdu. Bəli, ümumiyyətlə Əkbər Şah həm Osmanlı ilə, həm Səfəvilərlə, həm İspanlarla, həm Portuqallarla, yəni ayrı-ayrı düşmən dövlətlərlə çox yaxşı əlaqələr qurmuşdu. Cavabımız D variantıdır. Teymur isə Osmanlı ilə müharibə aparıb yeni sülalənin əsasını qoydu. Bu hadisə Teymur üçün xas ola bilər. Əkbər Şah üçün ümumiyyətlə xas ola bilməz. Adam nəinki sülalənin, heç dövlətin də əsasını qoymayıb. 12. 20-ci əsrin 70-ci illərinə aiddir. Yəni 1970-1979-cu illər. Böyük Britaniyanın Avropa İqtisadi Birliyinə qəbul olunması. 1957-də yaradılan Avropa İqtisadi Birliyinə İngiltərə 1973-də daxil olub. Fransanın Qərbi Afrika, və salam, cavabımız A variantıdır. Fransanın Qərbi Afrikaya istiqlaliyyət verməsi 1960-cı illər, təxminən 62. Çernobil faciəsi 1986. Şimali Kipr Türk Respublikasının yaradılması 1983. Marşal planı isə 47-ci ildə qəbul olunub, 48-dən etibarən tətbiq olunmaya başlamışdır. Cavabımız A variantıdır. Davam edək. Muğan Xaqan və Bilgə Xaqanın fəaliyyətinə aid oxşar cəhət. Yeni dövlətin əsasını qoymaları yanlışdır. Çünki birinci Göytürkün əsasını Bumin, ikinci Göytürkün isə İltəriz qoymuşdu. Sasanlarla müharibə aparmaları. Bilgə Xaqan ikinci Göytürkün hökmdarıdırsa, ikinci Göytürk yarananda Sasanlar artıq dövlət kimi mövcud deyildi. Süquta uğramışdılar. Bizans torpaqlarına yürüş etmələri. Bunu hardasa Muğan Xaqanın dövründə qardaşı istəməyə bilərdi. Amma Bilgə Xaqanda biz belə bir şey görmürük. Dövlətin varisi asla bölmələri qətiyyən. Çin üzərində uğurlu yürüşlər, bəli. Birinci Göytürkdə bunu Muğan, ikinci Göytürkdə isə Bilgə Xaqan etmişdi. Davam edək. 14-də baxaq. Şirvanşah 3-cü Mənüçöhrün xarici siyasətdə etdiyi dəyişiklikdir. Adamın hakimiyyətləri 1120-1160-cı illərdir. Elxanilər dövlətlə qohumluq əlaqələri. Elxanilər 1258-də yaranıbsa, qətiyyən belə bir şey ola bilməz. Səlcuqlardan asılığa son qoydu. Bu düzgün cavabdır. 3-cü Mənüçöhr Gürcülərə güvənərək 1123-cü ildə Səlcuqdan asılığa son qoydu. Gürcüstanla dostluq münasibətlərini pozdu. Xeyr, bu Gürcüstanla dostluq əlaqələri saxlamışdı. Sadəcə 4-cü David bu dostluq əlaqələrinə diqqət verməyərək 1123-24-də Şirvana hücum etdi. Səlcuq türklərlə dostluq əlaqələrini bərpa etdi. Bunu edən onun oğlu 1-ci Axistan olacaq. Xarəmşahdan asılığı qəbul elədi. Xeyr, bu Xarəmşahları görə bilməz. Xarəmşahdan asılığı qəbul edəcək 3-cü Fəribürs, o da 13-cü əsr 20-ci illərində. Cavabımız Bakı variantıdır. 15. 15-ci əsrin birinci yarısı və ikinci yarısı Azərbaycan tarixi üçün oxşar cəhətdir. Yəni 1401-1450 aralığı ilə 1451-1500 aralığının oxşar cəhəti
olsun. Xarici hücumlara məruz qalması. Deməli, xarici hücumlara məruz qalıb, məsələn, birinci yarısında Teymurlərin görüşlərinə məruz qala bilər. Şahrux 1421 Alaşkert döyüşündə, 1435 Təbriz döyüşlərində və digər məqamda gəlmişdi. 15-ci əsrin ikinci yarısında da yenə Teymurlərlə Ağqoyunlular arasında bir Muğan döyüşü olubsa, bizim ərazimizdə olubsa Muğanda, deməli, biz xarici güclərə məruz qalmışıq. Birini oxşar götürək. Ərazidə yeni dövlət əlbəttə. Biri 1410-da Qaraqoyunlu, biri 1468-də Ağqoyunlu. Vahid mərkəzləşmiş dövlət. Təəssüf, nə Qaraqoyunlu, nə Ağqoyunlu olmayıbsa, 15-ci əsrdə vahid dövlətdən söhbət gedə bilməz. Tüyüq torpaq mülkiyyət forması ilk dəfə 16-cı əsrdə meydana çıxıbsa, səhvdir. Teymurilər dövlətindən asılı olması bunu birinci yarısı üçün xarakteriz etmək olar. Amma 1447-ci ildən sonra Cahanşah artıq müstəqildirsə, 15-ci əsrin ikinci yarısında Qaraqoyunluların asılılığı yoxdur. Eləcə də Ağqoyunluların da asılılığı yoxdur. Burada cavabımız 1-2 olacaq. Davam edək. 16-ya baxaq. Hansı rəqəmlərin yerini dəyişsək, xronoloji ardıcıllıq alınır. İlləri yazaq, ondan sonra yekun qərar verərik. Konstitusiya əlavə və dəyişikliklərlə bağlı ilk referendum. Azərbaycanda bir dənə konstitusiya olubdur. O da 1995-də. Hər 7 ildən bir dəyişiklik olacaq. 2002, 2009 və s. və ilə axır. Torpaq sahəsi haqqında qanun 96 və keçmiş Batı Sovet ölkələrindən fərqli olaraq Azərbaycan belə deyim, torpaqları pulsuz payladı. Ölüm cəzasının ləğvi bu 1998-dir. ATM üzv qəbul olunması isə 1992-dir. Baxaq görək hansının yerini dəyişsək yaxşı olar. Cavab Y. 1 ilə 4-ün. Bəli. Doğrudan da 4 çıxacaq yuxarı. 1-dən qabağa. 1 isə ən aşağı düşəcək. Bax belə. 17. SSR-nin 2-ci Dünya müharibəsi dövrü üçün səciyyəvi cəhətlərdən biri. SSR üçün 2-ci Dünya müharibəsi 1941 22 iyunda başlayır SSR üçün. 1945-də isə bitir. Baxaq. Gürcüstanın Ağsıqa türklərinin sürgün edilməsi. Təbii ki, bu düzgün cavabdır. Ümumiyyətlə, Ağsıqa türkləri, Qaraçaylar, Çərkəzlər, Çeçenlər, İnquşlar. Bunların sürgün olması hamısı 2-ci Dünya müharibəsi dövründədir və biz də sürgün olunacaqdıq. Amma Mirzəcəfər Bağırovun şəxsi nüfuzu, eləcə də Azərbaycanların qələbə xəbərləri buna imkan vermədi. Yapon qoşunlarının məğlub edilərək Monqolistandan çıxarılması. Nəzərə alsaq ki, bu Xarxinqol döyüşü və digər döyüşlərdə olsa da 1938-39-cu illərə rast gəlinir və o zaman SSR 2-ci Dünya müharibəsi içərisində deyildi. İlk dəfə pasportlaşma sistemi tətbiq olması 1932-dir. Bu da yuxarıdakı şərt ödəmir. Pişəvər hərəkatının yatırılmasına iştirak eləməyib. Bu bir. İkinci bir tərəfdən iştirak etsə belə Pişəvəri hərəkatı 46-12 dekabrda yatırılıb. Və o zaman artıq 2-ci Dünya müharibəsi çoxdan bitmişdi. Molotov-Ribbentrop paktı isə ümumiyyətlə 2-ci Dünya müharibəsinə düşmür. 2-ci Dünya müharibəsindən 8 gün qabaqdır. Və salam, bax belə. 18. Daha əvvəl baş vermişdir. Üçlər İttifaqı adlanan hərbi blokun yaradılması 1879-1882 aralığında baş verir. Şimali Alman İttifaqı, bu bir tərəfdən yazaq, 1866-cı ildə yaradılıb. Almaniyanın tarixində respublika elan olunması 1918, ilk dəfə noyabrın 9-u. Dördlər İttifaqının meydana gəlməsi Bolqarıstanın qoşulmasından 15%. Almaniya imperiyasının yaranması isə 1871-in yanvarıdır. Daha əvvəl təbii ki, Bakı variantı. 19-a baxaq. Azərbaycan Səlcuq imperiyasının tərkibində və Hülakülərin tərkibində. Doğrudan da Azərbaycan Səlcuq imperiyasının tərkibində mal cəhəti vermirdi. Mal cəhətinin riyazi cədvəli 15-19-dur. Səlcuqlar isə bizdə 11-12-ci əsrdə olublar. Uc, bəli, bu düzdür. Ala, bəli, bu düzdür. Hülakülər dövründə Qopçur, bəli, yalnız biz bunu Monqol ağalığı dövründə görürük. Tiyul 16-cı əsrdən başlayır, 19 daxil. Amma Hülakülər 13-14-cü əsrdir. İncu Monqollarla gəlib, Monqollarla gedib. Yəni 1BS, 2AS. Cavab A. Hülakülər Monqol mənşəlidir. 20.
Bacarıqlı insan və ağıllı insan. Baxaq. Bacarıqlı insanın yalnız hansı dövrdə yaşadığını nəzərimizə alaq. Alt paleolit. Ağıllı insan isə üst paleolitdən tutaq və belə deyək də müsbət sonsuza doğru dartaq. Ana xaqanlığın mövcud olduğu dövrdə yaşamışdır. Təbii ki, ana xaqanlığı üst paleolitdən yaranıbsa, bu yalnız ağıllı insana gedəcək. Mənimsəmə təsərrüfatı. Mənimsəmə təsərrüfatı ilə alt paleolitdən tutmuş indiyənə qədər insanlar hamısı məşğul olublar. Bu dəqiqədə yığıcılıq, ovçuluq var. Saxsı qablar, bu neolitdən başlayırsa, bunu ağıllı insan eləyəcək. Uluizmada yaşayan bacarıqlı insan və neandertal insandır. Çünki uluizma iki dövrə əhatə eləyir. Alt paleolit və orta paleolit. Oddan istifadə etmişdi hər kəs. Bugün də biz də oddan istifadə edirik. 1D, 2AC, 3BY. Cavabımız Y variantıdır. Davam eləyək. 21. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyənləşdirin. Baxaq. İngiltərədə al qızıl və ağ qızıl gül müharibələri Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi. Bu düzgündür. Doğrudan da 1455-1485-ci illərdə müharibə baş verirsə, nəticədə 1485-də Tudorlar gəlib hakimiyyətə. Bu düzdür. Səlahaddin Əyyubunun Qüdsə azad etməsi ikinci yox, üçüncü səhv olmalıdır. Səhvdir. Viking yürüşləri 9-11-ci əsrlərdədir, amma Qərbi Romanın süqutu 476-dır. Yanlış. Verden müqaviləsi və Frank imperiyası 3 yerə bölündü. Doğru. A, D. Yəni cavabımız D-dir. 22-yə baxaq. Uyğunluq pozulmuşdur. Atropatena Romadan asılı hala düşmüşdür 1-ci əsrin 1-ci yarısında. Bu düzgün cavabdır. Doğrudan da 1-ci əsrin 1-ci yarısı 151-ci illərə əhatə eləyir. Oroyusla Pompey gələndə Atropatena asılı hala düşmüşdü. Albaniya isə xeyr. Atropatena asılı hala düşəndə onu yerli hökmdarlar idarə edib. Roma canişinləri deyil. Diqqətli olaq. A düzdür. Bizə səhv cavab lazımdır. B. Albanların Yunan yazısıyla tanış olduğunu göstərib böyük dəhnə. Bu da düzgündür. Albaniya Selevkilər dövründən asılı vəziyyətə düşmüşdür. 3-cü əsrin 2-ci yarısı. 3-cü əsrin 2-ci yarısı 250-201-ci illərə əhatə eləyir. Ancaq bu zaman asılı vəziyyətə düşən 223-cü ildə Albaniya deyildi. Atropatena idi. Ona görə də C yanlışdır və bizə lazımdır. Çünki uyğunluq pozulmuşdur deyir. Roma qoşunlarının Albaniyada olmasına xəbər verir Qobustanda daş kitabı. Bu özlüyündə düzgün cavabdır. Albanlar Romalılarla 1-ci əsrin 60-cı illərində təbii ki 69-60-cı illərə düşən 66 Kür, 65 Qanıq döyüşlərində vuruşublar. Cavab C. 23. 12-ci əsrdə inşa edilmiş memarlıq abidələri. Yusif bin Küseyir türbəsi. Əlbəttə. Olcaydı Xudabəndə türbəsi. Olcaydı Xudabəndə özü 1304-1316-da hakimiyyətdə olubsa, özü tikdiribsə 14-cü əsrdir. Hülaki hökmdarı. Bərdə türbəsi. Bu da 14-cü əsrdir. Gülüstan türbəsi. Bu da 14-cü əsrdir. Cavabımız 1-4-dür. Ehtiyatlı olaq. Gülüstan qaladırsa 12-ci əsrdir və Şamaxıdadır. Türbədirsə 14-cü əsrdir və Naxçıvandır. Saraydısa Bakıdadır və 20-ci əsrin 80-ci illərinə aiddir. Davam edək. 24. Ağqoyunlu və Səfəvi dövlətlərinin ümumi cəhəti. Ümumi dövlətlə müharibə aparması əlbəttə. Nümunə Malatya Səfəvilər üçün də tutaq ki olsun Çaldıran döyüşü. Mərkəzləşmiş dövlət bu yalnız Səfəvilər üçün keçərlidir. Əmr əl-Ümarə ikinci şəxs bu yalnız Ağqoyunlular üçün keçərlidir. Səfəvlərdə ikinci şəxs vəkildir. Azərbaycanın cənubunda əlbəttə hər şey Təbrizdə meydana gəlmişdi. 1-4. 25. Sülh müqavilələrinin xronoloji ardıcıllığını müəyyən edin. Mərət müqaviləsi 1618, Niştat 1721, Türkmənçay 1828, Kiçik Qaynarca 1774. Təbii kiçikdən böyüyə düşsək 1, 4, 2, 3 düzgün olacaq. 26. Xəritəyə əsasən rekonkist hərəkatının gedişində yaranmış dövlətləri müəyyənləşdirin.
Deməli, xəritəyə keçməmişdən qabaq əvvəlcə yerləri bildirək ki, qulaq asan yoldaşlarımız üçün də faydalı olsun. 5. Almaniya ərazisidir. 3. Fransa ərazisidir. 4. İtaliya ərazisidir. 2. İspaniya ərazisidir. 1 isə Portuqaliya ərazisidir. Rekonquista hərəkatının ümumiyyətlə ikinci adı qərbə doğru sərbi yürüşlərdir. Rekonquista hərəkatı harada baş verib? Pireneya yarımadasında. Niyə qərbə doğru sərbi yürüşlər deyirik? Çünki doğrudan da bu ərazi İtaliyadan qərbdə, Papaqdan qərbdə yerləşir. Və Rekonquistanın gedişində bir çox krallıqlar meydana gəldi. Portuqaliya, Kastiliya, Aragon, Navarra. Portuqaliya özü müstəqil bir dövlətdir. Kastiliya ilə Aragon 1479-cu ildə yaxınlaşdılar və İspaniyada məhkəmiş dövlət yaratdılar. Navarra isə İspaniya və Fransa arasında bölündü. Deməli, Rekonquista hərəkatının gedişində yaranmış dövlətlərimiz 1. Portuqaliya, 2. İspaniyadır. Davam edək. 27. Uyğunluğu müəyyənləşdirək, sülh müqaviləsi veriblər bizə. Nankin müqaviləsi və Pekin müqaviləsi. Nankin müqaviləsi 1842 Birinci Tirək müharibəsi nəticəsində, Pekin müqaviləsi isə 1860-da İkinci Tirək müqaviləsinin nəticəsində imzalanıbdır. Siangan, Honkonq adası İngiltərənin mülkiyyətinə keçdi. Bu Nankindir. Tirəkin açıq satışına icazə verildi. Bu Pekin müqaviləsidir. İngiltərə Çinin 5 şəhərdə konsulluq açma hüququ qazandı. Bu Nankin müqaviləsidir. Çin Koreya və Tayvanın müstəqilliyini tanıdı. Çin Koreya və Tayvanın müstəqilliyini tanıyacaq. Koreyanın, Tayvanın, Vyetnamın müstəqilliyini tanıyacaq. Yaponiya və Fransanın apardığı müharibələrin nəticəsində 1884-85 və yaxud 1894-95-ci illərdə ona görə düşmür. İngilis və fransız təbəələrinə yansız sayı vasitəsilə ticarət etmək hüququnun verilməsi, bu isə təbii ki, Pekin müqaviləsində olacaq. Doğrudan da deməli 1 AC, 2 BY, bax belə bir cavab ortalığa çıxdı. Davam edək. 28. Baxa görə situasiyada bizə nə deyir? Rus hökmdarı 2. Yekaterina və onun saray əyanı Potyomkin tərəfindən hazırlanmış və Avstriyada razılaşdırılmış bu layihəyə görə Osmanlı torpaqlarının bir hissəsi Avstriyaya veriləcək. İstanbul işğal edilir, Konstantinopol. Mənbədə bəhs olunan layihənin necə adlandığını müəyyən edərək yazın. Təbii ki, layihə məşhur Yunan layihəsidir. 2. Yekaterina tərəfindən irəli sürülmüşdür. 29. Bəhs olunan layihədə Rusiyanın mənbədə verilməmiş məqsədlərini yazın. Çoxdur məqsəd. Məqsəd xristianları dırnaqarası müsəlman zülmündən qorumaq, Rusiyanı pravoslavlığın mərkəzinə çevirmək, şərqdə nəinki Osmanlının, İngiltərə və Fransanın, belə deyim, məqsədlərinə zərbə vurmaqdır. 30-da mənbədə bəhs olunan layihədə Rusiyanın öz məqsədlərini həyata keçirmək üçün gördüyü iki tədbirini yazmaq lazımdır. Təbii ki, bu məqsədə həyata keçirmək üçün Osmanlı ilə müharibəyə girdi və hər iki müharibədə istər kiçik koalisiyasına, istər yasla Parsatan müharibədə qalib gəldi. Krımı işğal etdi, Krım türklərinə divan tutdu. Bax belə. Amma Yunan layihəsi və belə deyim, böyük anlamda saysaq şərq məsələsi heç vaxt həyata keçmədi. Çünki 18-ci əsrin sonunda Fransa və İngiltərə arasında başlayan problemlər, eləcə də Rusiya və Avstriya arasında olan problemlər buna imkan vermədi və ən əsasda 1789-cu ildə dünyanın gözünün Fransa burjua inqilabına belə deyim çevrildiyini görsək, Yunan layihəsi yarımçıq qaldı. Böyük bir tikə idi. Heç bir dövlət onu tək başına həyata keçirə bilməz. Bax belə əzizlərim, yuxarıya doğru gedim, görüm nəsə ola bilər ki, bir sual, hansısa bir sual diqqətimizdən qaçar. Ola bilər variant səhv edərik. Belə bir şeylər olduğu halda hökmən bizə xəbər verin və qeyd olunmuş nömrələrlə əlaqə saxlayın və yaxud şərh bölməsinə yazmaqla fikirlərinizi bizə bildirin. Allah'a əmanət olun. Növbəti dərslərimizdə görüşərik inşallah.